Əziz müəllimlər, xoş gördük sizləri. Mən Kurikulum Hazırlıq Mərkəzinin kurikulum təlimçisi Aytəkin Rəsulova. Sizə bildirmək istəyirəm ki, iyunun 18-i və 26-sı bizim sertifikasiya imtahanımız başlayır. Bilirəm ki, bu barədə artıq hamınız məlumat əldə etmisiniz və sabahlarım şəxsi səhifənizə məlumat gələcək. Demək istədiyim bu deyil. Mən sizə kurikulumdan bir ay ərzində heç olmasa 5 sualı yazmaq üçün nələri oxumaq lazımdır? Bunlara diqqət eləyək. Bu mövzular haqqında məlumat vermək istəyirəm. İlk öncə demək istəyirəm ki, bizim çərçivə sənədimiz var. Çərçivə sənədində olan bütün mövzularımızın düşmə ehtimalı var. Ona görə heç kim qəranti vermir ki, mütləq hansı mövzu düşəcək. Amma düşmə ehtimalı 90%-nin üzərində olan mövzuları indi mən sizə deyəcəm ki, heç olmasa bu bir ay ərzində özünüz bu mövzuları oxuyun və təkrarlayın. Mövzumuz inteqrasiya, mövzumuz bütün taksonomiyalar, təfəkkür və bilik mövzusundan, qiymətləndirmə mövzusu, iş üsulları və planlaşdırma mövzumuz, bir də bizim çox düşmə ehtimalı. Hər kəsin dediyi ki, bu sual heç yerdə yoxdur, istəyərsək o sualdır, kurikuluma aid deyil. Xeyr, elə o suallarımız bizim nəzəriyyələr bölməsindən olan effektiv müəllim-şagird münasibətlərinə, qayda, prosedura, Daniel Goleman'a və sosial emosional öyrənməyə, bir də bullying dərsinə aid olan nəzəriyyələrdən düşür müəllimlər. Deməli, ən əsası, tutaq ki, bir ay vaxtınız var. Siz inteqrasiya mövzusunu, taksonomiya bilik təfəkkür mövzusunu daha doğrusu, 3-cü qiymətləndirməni, 4-cü iş üsulları və planlaşdırma, 5-incisi isə nəzəriyyələr mövzusunu oxusanız, müəllimlər ən azı 5-6 sualınız var. Özünüz də oxuyub, müəyyən testləri əldə edərək işləyib, müəllimlər bu suallara bir ay ərzində hazır ola bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Situasiya hissələrinə, nəzəriyyələr barədə diqqətlə fikir verin. Nəzəriyyələr hissəsini diqqətlə oxuyun ki, situasiya suallarımızı düzgün cavablandıra biləsiniz. Heç bir sual göydən düşmür, hamısı situasiyaya yoğun suallardır. Uğurlar olsun əziz müəllimlər. Kanalımda sizə çalışacağam ki, imtahana qədər bu 5 mövzu haqqında ödənişsiz video dərs, sual cavab və test izahı paylaşım. Uğurlar.